Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Sumqayıt Dövlət Universitetində fövqəladə hadisələrin qarşısının alınması və nəticələrin aradan qaldırılmasında gənclərin rolu mövzusunda müşavirə keçirib. Müşavirədə Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin və yerli qurumlarının, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, Abşeron Xızır Regional Gənclər və İdman İdarəsinin əməkdaşları, Sumqayıt Dövlət Universitetinin müəllim və tələbə heyəti, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin nümayəndələri iştirak edib. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, ümumilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbiri giriş sözü ilə açan Sumqayıt Dövlət Universitetinin rektor vəzifəsini icra edən Professor Əminağa Sadıqov çıxışında təbii və texnogen xarakterli fövqəladə hallardan qorunmağın, onların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində maarifləndirici tədbirlərin keçirilməsinin gənclər üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Daha sonra Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzinin rəisi Polkovnik Vaqif Fətullayev fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında gənclərin rolu mövzusunda çıxış edərək, Ulu Öndər Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutaraq, gəncliyin və bütün xalqın əvəzsiz lideri olan möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin müstəqilliyinin əbədi yaşaması və xalqın rifahının daimi yüksəliş uğrunda mübarizənin önündə getdiyini və gənclərin bu yolda hər zaman yeni qəhrəmanlıqlara və fədakarlıqlara hazır olduğunu bildirib. Həmçinin müşavirədə çıxış edən digər məruzəçilər yetişməkdə olan nəslin gənc müəllim və tələbələrin insanların həyat fəaliyyətinin təhlükəsizliyi məsələlərinə baxışları ilə tanış olaraq, bu sahədə mövcud olan nailiyyətlər, problemlər və perspektivləri müzakirə etmək, fövqəladə halların qarşısının alınması və onların nəticələrindən aradan qaldırılması istiqamətində yeni fikirlər, yeni ideyalar ortaya çıxarmaqdan ibarət olduğunu vurğulayıblar. Müşavirədə tələbələrin hazırladıqları ədəbi bədii hissə nümayiş olunub. Sonda Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzinin və yerli qurumlarının qüvvə və texnikalarına baxış keçirilib, onların təyinatı və istifadə qaydaları haqqında tədbir iştirakçılarına məlumat verilib. Elvin Qudrətov, Şəmstan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.